Yaxın Şərqdə müharibə dünya turizminə gündə 600 milyon dollar zərər vurur. Məlumatlara görə Yaxın Şərqdə artan gərginlik qlobal turizm sektoruna ciddi təsir göstərir. Dünya Səyahət və Turizm Şurasının açıqlamasına görə Yaxın Şərqdə davam edən münaqişə regionun turizm sənayesinə gündəlik 600 milyon dollar zərər vurur. Bu pozuntu uçuşların və yaşayış yerlərinin kütləvi şəkildə ləğv edilməsinə səbəb olubdur və 26-cı il üçün 207 milyard dollar olacağı proqnozlaşdırılan ziyarətçi xərclərinə ciddi təsir göstərib. Bildirilir ki, bölgədə aviareyslərin pozulması və turistlərin təhlükəsizliklə bağlı narahatlığı nəticəsində səfərlərə tələbat kəskin azalıbdır. Bununla da turistlərin xərcləri 100 milyonlarla dollar aşağı düşübdür. Bölgədəki Dubay, Əbu-Dabi, Doha və Bəhreyn kimi böyük beynəlxalq hava limanları da gündə yarım milyondan çox sərnişinə xidmət göstərirdi. Lakin hava limanları müharibə aktorlarının hədəfinə çevrilibdir və 28 fevraldan münaqişə başlayandan bəri bir sıra hava limanları bağlanıbdır, hava məkanı məhdudlaşdırılıbdır və 10 minlərlə uçuş ləğv edilibdir. Milyonlarla səyyahçı münaqişə zonasında qalıbdır. Təsir böyük olaraq qalsa da, təşkilatın əvvəlki araşdırması göstərir ki, turizm tələbi təhlükəsizliklə bağlı hadisədən sonra hökumət və turizm qurumları tərəfindən düzgün reaksiya ilə cəmi 2 ay ərzində bərpa oluna bilər.